Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rəhmətullah. Şeyh, bu günlərdə artıq dekabr ayının sonuna yaxınlaşırıq, il qutarır. Bayram, yeni il bayramı var. İnsanlar bir-birlərinə hədiyyələşir. Bu hədiyyələşən insanların içində bir də qardaş qardaşa təbrik edir, hədiyyə verir. Bu doğrudurmu Şeyh? Belə eləmək düzgündür? Elhamdülillah. Biz ümumiyyətlə bu bayramlar, biz bilirik ki, İslamda iki bayram var. Qurban bayramı, bir də oruçluq bayramı. Bu Quranda da gəlib, sünnədə də gəlib. Müsəlmanlar belə edirdilər. Bu bizim adətimiz də bu idi. Çünki biz hicrətin 23-cü ilində İslamı qəbul etmişik. O vaxt ki, Ömər bin Xattab radiyallahu anh, Əli bin Əbi Talibin, Fatıma radiyallahu anh'ın kürəkəni İran'a aldı, İran deyilən yeri. O ateşpərəstliyi odun söndürdü orada. Onlar sonra məcusilərdən biri gelib Ömer'i öldürdü. Sonra Əli bin Əbi Talib də beyət elədi Osman'a. Osman oldu radiyallahu anh. Hansı ki o da Peyğəmbərimizin sallallahu aleyhi ve sellem kürəkəni idi. Osman radiyallahu anh da fətlər davam elədi. Gəldi Azərbaycana elhamdülillah. Biz hicrətin 23-cü ilində təxminən İslamı qəbul etmişik. Hicrətin. Yəni təbii ki biz artıq görün neçə əsrdir də. 14 əsrdir demək olar. Biz müsəlmanıq. Təbii ki bizim adətlər də İslamla qarışır. Ümumiyyətlə belə şeylər yox idi bizdə. Bu yeni il bu bolşeviklərin mirasıdır. Kommunistlərin, bolşeviklərin işğalın nəticəsində daxil olan bayramdır. Bu bizim nə dinimizlə uyğundur, nə də adətimizlə. Milli adətlərimizlə, xalqımızın adətinə. Hətta xristiyanların bəziləri bunu qəbul eləmir. Ona görə bunlar hamısı təbii ki, müsəlman gəlir çəkinə. Kim çəkinir, gözəl. Qaldı ki, hədiyyə başqa günlər verin. Məhz buna görə düzgün deyil. Buna görə düzgün deyil. Aydındır. Şeyh, bəs cahillər də görürsünüz, təbrik edirlər. Nə deyək? Siz nəinki bu, ümumiyyətlə bayramlar görsən cürbəcür deyil, çoxdur. Yəni İslamdan başqa. İndi görsən kimsə deyil, yəni sağ ol, nə deyəsən? Nəsiyyət eləyək bəs? Əgər tanışdırsa, dostumdursa, bir məhəllədə yaşayırsansa, qohumdursa, sözün keçəcəksə, deyin qardaş. Bəziləri bilmir, bəziləri bilir ki, bu bizim adət ənənəmizdir. Yox. Hətta Sovetin vaxtında birbaşa olmamışdı bu bayram. Sonra bayram kimi qəbul olundu. Yəni, deyinə də sağ ol və sonunda nə deyəsən. Amma məsələn, kimisə görsən, sözün keçir, deyə bilərsən, başa sal ki, ən azından heç olsa bilsin də. Ən azından bilsin ki, bu milli bayramımız deyil də bizim. Aydındır. Allah razı olsun.